özünə mam elə. Ay maladis, özün yox, ay maladis, ağırlı deyə ağırlı. Şeytan xəsiyyəti var ya oğlan. Hər şey tələb edir adamdan. Mən ona bir şey ki, Neçə əllərin nəsə xərcləyəndə mən onun qəpiyinə kimi ona deyirdim. Deyər manatıma qədər qazandığımı verirəm ona. Bu nə deyir? Böyümə uşağıma sərf edirəm deyir. Qazandığımı verirəm. Ama burada yox. Niyə elə demədim, elə 100 manatlıq, 200 manatlıq hər saz alırım. Olsun, aya olsa hamı alır da 100-200 manatlıq ərzaq. Da onun da alması nə ailədir ki? Almadı. Aya 100 manat, 200 manat. Aya. Aya 200 maksimum. Bizim heç vaxt 200-dən artıq çıxmıyor bir şey. Ərzaq. Yaxşıdır da. Yox, mənim gəlim nə qədər, bir sənə qədər qoxlaşlamışam. Nuran, nə Sənin gələni gedəni də var axı. Amma 200 manat özünüzə. 200 manat şahın burada hesabına yerində gedir. zamanında. Şəhər yerində özdə, kənd yerində Amma pampersi 40 manatdır. Hə. Yeməyidir, pampersidir. Nasıl? Dok umara matra avba. Xalası o gün mənə deyir, qızım deyə bilmərəm, xoş gün Nasıl gördün. man? Boşanırsan deyir, özün bildir, mən sənə deyə bilmərəm, xoş gün gördün, az da qalmışsan, kasıbçılıq da olub, nə də olub, hamısına dözmüsən. Bunlar deyirmi? Özünlə. Hamısına dözmüsən. Dünən bir şey gəldi, çay içmiyor, mən onun qabağına heç bir şey qoya bilmədim. Öz mamaya verirsin. Mama işini yemir. Apar mamaya verirsin. Görür hər şeyi özləri yaxşı görürlər. Mamya. Mamya var istəyirəm xolika. Deyirəm ki, Zağın o qızı verim, o aytatı. Bir nə nişanlı oldu, neçə illər fırrandı, gəzdi.